Salam əziz xalqımız, əziz cəmaatımız. Kimin nəyə gücü çatır, mənə dəstək olsun. Qıraq üzünüzdən vəziyyətim heç yaxşı deyil. Demək, ödümdə daş var idi. O da tökülüb ödüm kanalına. O da 4 dəfə stent qoyublar. Ödün axarına. Axırıncı dəfə keçən həftənin 3-cü günü əməliyyat olundu. O stenti çıxartdılar, yenisindən əvəzləşdirdilər. Heç 3 gün çəkmədi, yenə göz tutuldu. O da həkimə zəng elədim, həkim deyir, bədənin daha stenti götürmür, məcburaq böyrünü deşib, böyrünə çölə çıxardıq şlanqa. İndi də mənim ona da pulum yoxdur. Sizdən artıq dərəcədə xahiş edirəm. Bir 2000-3000 civarında pul lazımdır. Kimin nəyə gücü çatır? 1 manat, 5 manat, 10 manat, 20 manat, 100 manat başınıza dolanım, qadanız alım. Kimin nəyə gücü çatır, mənə dəstək olsun. Kimin nəyə gücü çatır? Allaha xatir.